Vladimirovka yazılmış lövhəni bundan sonra görməyəcəksiniz. Əvəzində buradan Elbir yazılmış lövhə asılacaq. Bundan sonra bu lövhəni burada görmək mümkün olmayacaq. Lövhənin adı dəyişdiriləcək. Xəbər verdiyimiz kimi Quba rayonunda Rus mənşəli adlar daşıyan 3 kəndin və 2 inzibati ərazi dairəsinin adı dəyişdirilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu təsdiqləyib və sərəncam imzalayıb. Dövlət başçısının təsdiqlədiyi qanuna əsasən Alekseyevka inzibati ərazi dairəsi bundan sonra Çinarlı, Timiryazev qəsəbəsi Bəhrəli, Vladimirovka kəndi isə Elbir adlandırılacaq. Yerli sakinlər uzun illərdir gözlədikləri məsələnin dövlət səviyyəsində həllini tapmasını məmnunluqla qarşılayırlar. Sakinlər hesab edirlər ki, yeni ad kənddə yaşayan müxtəlif millətlərin birliyini və həmrəyliyini daha yaxşı ifadə edir. Cəmaət uzun müddətdir bu söhbətlə əlaqədar müraciətlər edir. Bugün axırı öz həllini tapıb. Cəmaət bir-birindən təzə ad münasibəti bir-birini təbrik edirlər. Və cəmaət hamısı da bizim prezidentimizə təşəkkürlərini bildirirlər ki, nəhayət bu söhbəti öz əlini tapıb. Uzun müddətli bizim kənd Rus adı ilə, Vladimirovka adı ilə adı kimi gedirdi. O deyilən rəvayətlərə görə 1800-cü illərə getsək, bu kənd o vaxtdan Rus adı ilə tanınıb. Çox şükürlər olsun. Axır zamanlar bizim səsimizi eşidərək dövlət qurumları, ən axırda da cənab prezident bütün bunları təsdiq elədi, bu sərəncamları. Birlik adı ilə biz ona görə Elbir adı qoyuldu. Adı düşərli olsun, xeyirli uğurlu olsun. Quba rayon icra hakimiyyətindən bizim mediaya verilən məlumata görə Nazirlər Kabineti 2 ay müddətində ad dəyişiklikləri ilə bağlı zəruri tədbirlər planını hazırlayıb dövlət başçısına təqdim etməlidir. Yeni ad verilən Elbir, Çinarlı və Bəhrəli yaşayış məntəqələrinin sakinlərinin şəxsiyyət vəsiqələri və digər sənədləri ilə bağlı məsələlər də mərhələli şəkildə həll olunacaq. Yeni qeydiyyata düşən, ilk dəfə şəxsiyyət vəsiqəsi alan və ya sənədlərinin etibarlılıq müddəti başa çatan vətəndaşların qeydiyyat prosedurları Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən həyata keçiriləcək. Aytəkin Alxaslı, İntiqam İbrahimov, bizim media Şimal bürosu.